Salam əziz şagirdlər. Bugün 6-cı sinif 2-ci hissə riyaziyyat dərsliyindən səhifə 76, 77, 78-də olan tapşırıqların izahını verəcəm. Səhifə 76-da birinci tapşırıqla başlayırıq. Birinci tapşırıqda bizə deyir ki, BY parçası, BY, yəni bu düz xətt, BDS üçbucağının medianıdır. Əgər BDS üçbucağının medianıdırsa, yəni bura bərabər olacaq. Hər birinə x deyə bilərik. Daha sonra deyir ki, BD isə ABY-nin tən bölənidir. Baxın, bu BD düz xəttdir. Bu ABY üçbucağının tən medianıdırsa, bu da D-dən Y-yə nə ayırıbsa, A-dan D-yə də o qədər ayıracaq. Yəni, bura x-dırsa, burada x olacaq. Daha sonra BDY üçbucağı bərabər tərəflidir. BDY üçbucağı bərabər tərəflidirsə, baxın, BDY üçbucağı buradır. Əgər bu üçbucaq bərabər tərəfli üçbucaqdırsa, bura x yazmışıqsa, burada x-dir, həmçinin BD də x-dir. Daha sonra bizə deyir ki, ABS üçbucağı bərabər yanlı üçbucaqdır. ABS üçbucağı bərabər yanlı üçbucaqdır. Onda böyük ABS üçbucağını deyir də, ABS üçbucağı bərabər yanlıdırsa, bura bir y desək, burada bir y olacaq. Daha sonra deyir ki, ABD, SBY kongruent üçbucaqlardır. Aynurun fikri doğrudurmu? Deməli, üçbucaq ABD kongruentdir. Üçbucaq SBY ilə. Baxırıq ABD üçbucağına. ABD üçbucağı buradır. ABD üçbucağı buradır. Əvvəla deyək ki, bu üçbucaq bərabər yanlıdırsa, bura bir alfa desək, burada bir alfa olacaq. İndi ABD üçbucağı. Deməli, tərəflərimiz üçbucaq ABD. Tərəflər x, x və y-dir. X və y tərəfləri arasındakı bucağımız da alfadır. Keçirəm üçbucaq SBY-yə. SBY üçbucağı buradır. Gəlin onu yaşılla göstərək. SBY üçbucağı buradır. Tərəfləri x, x və y-dir. Baxın, x ilə də y-in arasındakı bucaq alfadır. Onda burada tərəf, bucaq əlamətinə görə bu üç bucaqlar kongruentdir. Fikrimizi əsaslandırdıq. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda bizə deyir ki, doğru fikirləri müəyyən et, fikrinə əsaslandır. A. Müstəvidə iki müxtəlif düz xətt kəsişmirsə, onda bu düz xəttlər paraleldir. Doğrudur. Kəsişməyən düz xəttlər paralel düz xəttlərdir. Baxın, bu düz xətt ilə kəsişmirsə, bilirik ki, düz xətt sonsuz uzanır. Kəsişmirsə, deməli, paraleldir. Amma məsəl üçün, sizə belə və belə şəkildə görünə bilər ki, düşünərsiniz ki, bunlar kəsişməyib hal-hazırda, bunlar paralel deyil. Amma nəzərə almalısınız ki, düz xəttlər sonsuz uzanır. Uzananda gəlib burada kəsişəcək. B variantına baxırıq. Düz xəttin üzərində olmayan nöqtədən, burada bir dənə nöqtə qoyuram. Bu düz xəttə yalnız bir perpendikulyar çəkmək olar, doğrudur. Bir dənə perpendikulyar çəkə bilərik. Digər çəkdiklərimiz artıq perpendikulyar olmayacaq. Misal üçün, burada bir iti bucaq əmələ gəldi. Və yaxud da bu şəkildə çəksəz, deyə bilərik ki, burada bir kör bucaq əmələ gəldi. Ona görə də doğrudur. C variantına baxırıq. Uyğun bucaqları bərabər olan üçbucaqlar kongruent olmaya bilər. Üçbucaq çəkirik 2 dənə. Əgər iki üçbucağın bütün bucaqları, uyğun bucaqları bərabərdirsə, bu üç bucaqlar oxşardır. Lakin kongruent olmaları üçün mütləq uyğun tərəflərinin də bərabər olması lazımdır. Yəni, yalnız bucaqların bərabər olması kifayət etmir.
tərəflər də bir-birinə bərabər olmalıdır. Ona görə də bu fikir doğrudur. Yəni konqruent olmaya bilər. D variantına baxırıq. D variantında deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar konqruentdir. Bu artıq yanlışdır. Bundan əvvəlkində də dedik ki, uyğun tərəflər tərəfləri perpendikulyar olan bucaqlar. Yəni uyğun tərəfləri perpendikulyar olan bucaqlar bir-birinə bərabərdir və yaxud onlar 180 dərəcə olur. Amma burada belə bir şey var ki, yalnız bir növ olduqda konqruent olurlar. Yəni hər ikisi iti olsa onda konqruent olur və yaxud da biri iti, biri kör olsa bir-biri ilə konqruent olur. Ümumi halda həmişə konqruent deyirlər. Yenə deyirəm, tərəflərin bərabər olması kifayət etmir. Bucaqlar da bərabər. Keçirik 3-cü tapşırığa. 3-cü tapşırıqda bizə deyir ki, məchulu tapın. Burada deməli x üstəgəl 60 verilib də, bunun buradan qarşısı da x üstəgəl 60-dır qarşı bucağı. Onda biz bunları cəmləyirik. Burada bir tərəfli, bu daxili bir tərəfli bucaqlardır. 2x ilə x üstəgəl 60. Bunların cəmi 180 olmalıdır. 3x üstəgəl 60 180 olarsa 3x bərabərdir 120-yə. X-i tapmaq üçün 120-ni bölürəm 3-ə, x eləyir 40. Məchul oldu 40. B variantına baxırıq. Yenə qarşısı bura 5A çıxılsın 60'dır. Yenə daxili bir tərəfli bucaqlar əmələ gəldi. A ilə 5A çıxılsın 60'ı toplayıram, edir 180. 6A çıxılsın 60 bərabərdirsə 180-ə. 6A bərabərdir 240-a. A da bərabərdir 240-ı bölürəm 6-ya, edəcək 60. C variantına baxırıq. C variantında bizə verilib uyğun bucaqlar. Uyğun bucaqlar bir-birinə bərabər olur. 70 çıxılsın B bərabərdir 40 üstəgəl 2B. 70-dən çıxıram 40-ı. 2B-nin üstünə gəlirəm B-ni. 30 bərabərdir 3B-yə. B də bərabərdir 30-u bölürəm 3-ə, edir 10. D variantına baxırıq. D variantında deməli bura 3y-dirsə bu itidir, bu da kördür. Bunların cəmi 180 olacaq. Deməli uyğun olaraq burada 3y-dir və bunlar baxıram ki, xarici bir tərəfli bucaqlardır. Buradan qeyd edə bilərik xarici bir tərəfli bucaqlar. Bir tərəfli bucaqlar. 95 üstəgəl 2y üstəgəl 3y bərabərdir 180-ə. 95 üstəgəl 5y bərabərdir 180. 5y tapmaq üçün 180-dən çıxacam 95-i. 5y bərabər olacaq 75-ə. Daha doğrusu 85-ə. Y də bərabər olacaq 17-yə. Burada da məchulumuz oldu 17. Keçirik 4-cü tapşırığa. 4-cü tapşırıqda bizə deyir ki, nömrələnmiş bucaqların dərəcələrini tapın. Deməli, bucaq 110 ilə bucaq 1 daxili bir tərəfli bucaqlardır. 180-dən 110-u çıxıram. Bucaq 1 edir 70 dərəcə. Sonra bucaq 1 ilə də bucaq 2 uyğun bucaqlardır. Bir-birinə bərabərdir. Onda bucaq 2 də olacaq 70 dərəcə. B variantına baxırıq. B variantında bura 50-dirsə, bura 48-dirsə, 180-dən 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir axı. 50 ilə 48-i çıxaram. Yəni 180-dən çıxacam 98-i. Edəcək 82 dərəcə. Bura yazıram 82 dərəcə. Baxın, bucaq 2 ilə 82 uyğun bucaqlardır. Bucaq 2 bərabərdir 82 dərəcəyə. Bucaq 1 ilə də bucaq 50 daxili bir tərəfli bucaqlardır. Onda bucaq 1 ilə də bucaq 50-nin cəmi 180 verməlidir. Buradan da bucaq 1-i tapıram 130 dərəcə. Keçirik C bəndinə.
C bəndində paralel düz xəttləri olduğu üçün bucaq 4 ilə bucaq 70 uyğun bucaqlardır, bir-birinə bərabərdir. Digər tərəfdən 120 ilə bucaq 2 uyğun bucaqlardır. Bucaq 2 oldu 120 dərəcə. Amma 1 ilə 70 daxili bir tərəfli bucaqlardır. Onların cəmi 180 dərəcə verir. Onda buradan bucaq 1-i tapırıq 110 dərəcə. Digər tərəfdən bucaq 3 ilə 120 dərəcənin cəmi 180 verməlidir. Bunlar da daxili bir tərəfli bucaqlardır. Görsə hər ikisi sağ tərəfdədir. Onda bucaq 3 bərabər olur 180 çıxılsın 120-yə. Buradan da bucaq 3 tapıram 160 dərəcə. D variantına baxırıq. D variantında yenə paralel olduğu üçün uyğun bucaqlar var. Bura 90. Bura 90. Həmçinin buradan 90-ın qonşusu da 90-dır. Onda bu paralel düz xəttin aşağı hissəsi 90-dırsa, bu paralel düz xəttin də aşağı hissəsi olacaq 90. Demək, bucaq 1 bərabərdir bucaq 5-ə, o da bərabərdir 90 dərəcəyə. Burada isə 122-yə uyğun bucaq buradır. Yəni, bucaq 2 bərabərdir 122 dərəcəyə. 122 ilə də bucaq 4 daxili bir tərəfli bucaqlardır. Onların cəmi bizə verməlidir 180 dərəcə. Onda bucaq 4 bərabərdir 180-dən 122-ni çıxıram. Edir 58 dərəcə. Bucaq 4 ilə də bucaq 3 uyğun bucaqlardır. Ona görə də bucaq 3 də bərabərdir 58 dərəcəyə. Keçirik 5-ci tapşırığa. 5-ci tapşırıqda ABC və DBC üçbucaqları kongruentdir. CDF bucağını tapın. Bucaq CDF bərabərdir sual. ABC bu üçbucaq, DBC bu üçbucaq kongruentdir. Onda baxın, buradakı bucağı bilmirəm. Bilirəm. Necə tapacam? Burada 3 bucaq var da 40 ilə 120, 180-dən çıxacam. 120 ilə 40-ın cəmini, yəni 160-ı qalacaq 20 dərəcə. Buraya yazıram 20 dərəcə. Digər tərəfdən indi burada 20 dərəcə bucağın qarşısındakı tərəf BC-dir. Kongruent üç bucaqlar olduğu üçün burada da 20 dərəcənin qarşısı olacaq BC. Daha sonra kör bucaq burada 120-dirsə, burada da 120 dərəcədir. Digər tərəfdən burada olacaq 40 dərəcə. CDF bucağını istəyir. CDF, yəni buranı istəyir bizdən 20 dərəcənin qonşusunu. 180-dən çıxaram 20-ni edəcək 160 dərəcə. Cavab 160 dərəcə. Keçirik 6-ya. 6-da bizə deyir ki, məchulu tapın. Deməli, 90-ın qonşusu buradan 90-dır. Bu üç bucağa nəzər yetirsək, daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. 2x, x və 90-ı cəmləyirəm, 180-ə bərabər edirəm. 3x bərabərdir 180 çıxılsın 90. 3x olacaq 90. X-da tapanda 90-ı bölürük 3-ə, x edəcək 30. B variantına baxırıq. Bərabər yanlı üç bucaq olduğu üçün oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Yəni 50 bərabərdir 3x çıxılsın 10-a. 3x-i keçirirəm sol tərəfə, 50-ni keçirirəm sağ tərəfə. Mənfi 3x mənfi 60, mənfi 60-ı mənfi 3-ə böləndə x-i tapacam 20. C variantına baxıram. Tən bölən bucağı yarıya bölür. Hər ikisi bir-birinə bərabərdir. Deməli, 5x bərabərdir 2x üstəgəl 30-a. 5x-dan çıxıram 2x-i. 3x bərabər olur 30-a. 30-u da bölürəm 3-ə. X edəcək 10. D variantına baxırıq. D variantında tərəflər bir-birinə bərabər olduğu üçün 2a bərabərdir 3a çıxılsın 10-a. 2a-dan 3a-nı çıxıram. Mənfi a edir. A bərabərdir. Mənfi 10-u bölürəm. Mənfi 1-ə və yaxud hər iki tərəfdən mənfini atırıq. A da edir 10. Keçirik 7-ci tapşırığa. Yan tərəfləri bərabər yanlı üç bucaq deyir. Yan tərəfləri 5-dir. Yanlara 5 yazıram. Oturacaq 6-dır. Bu üç bucağın oturacağına çəkilən hündürlüyün uzunluğunu tapın. Oturacağa hündürlüyü çəkirik.
hündürlüğü bilirsiniz ki tam perpendikulyar düşür ve hündürlüğü burada mediana bərabərdir. Yəni bu 6'nı böləsiniz 2'yə, 6'nı 3 ayırdı. Hündürlüğü də ölçsəniz tapacaqsınız ki hündürlük 4 santimetrdir. Yuxarı siniflərdə bunu ölçmədən tapmağı öyrənəcəksiniz. 8-ci tapşırıqla davam edirik. Tələb olunan tərəfləri tapın. Bu 3B-nin qarşısı burada 3B-dir. Bu üçbucağa nəzər yetirsəz, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. 40 üstəgəl 3B üstəgəl B bərabərdir 180. 4B bərabərdir 180 çıxılsın 40-a. 4B bərabərdir 140-a. B də bərabərdir 140-ı böləcəyik 4-ə. Edəcək, əvvəlcə 2-yə bölsək 70 böl 2 35. Bizdən ASB bucağını istəyir. ASB yəni 3B'ni istəyir. 3B bərabərdir. 3 vurulsun 35. 105 dərəcə. B variantına baxırıq. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcədir. 5A, A, 90 bərabərdir 180'ə. 6A bərabərdir 180 çıxılsın 90, 6A bərabərdir 90'a. A da bərabərdir 90 bölünsün 6 edəcək 15. Bizdən KLN bucağını istəyir, yəni buranı 5A'nın qonşusunu. Üçbucağın KLN xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni A üstəgəl 90'a. 15 ilə 90'ı toplayıram. Edəcək 105. C variantı ilə davam edirik. C variantında paralel düz xəttlər bu ikisinin çarpazı buradır. Bu üçbucağa nəzər yetiririk. Daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. 50 x x üstəgəl 50 bərabərdir 180'ə. 100 üstəgəl 2x 180 olarsa 2x'i tapanda 180'dən 100'ü çıxıram. 2x olur 80 dərəcə. X'i tapmaq üçün 80'i bölürəm 2'yə. X edir 40. BCD X'in qonşusunu. X'in qonşusunu tapanda 180'dən 40'ı çıxa bilərik. Çünki X 40'dır. BCD oldu 140. FYD buradakı təpədəki bucağı istəyir. X 40'dır, X 40'dır. 180'dən 2 dənə 40'ın cəmini çıxıram. O da edəcək 100 dərəcə. 9-cu tapşırıqla davam edirik. Bizə DEF üçbucağının deyir bütün bucaqlarını, ölçülərini və tərəflərinin uzunluqlarını tapın. Şəkildən görürük ki, bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq olduğu üçün 2A çıxılsın 8 bərabər olmalıdır A üstəgəl 10'a. Dəyişənləri keçiririk sol tərəfə, ədədləri keçiririk sağ tərəfə. Buradan A-nı tapırıq ki, A 18'dir. Əgər A 18'dirsə, D tərəfi 2A çıxılsın 8 idi. 2'ni vururam 18'ə, çıxıram 8'i. Yəni 36 çıxılsın 8 edəcək 24. D 24'dürsə, YF də 24'dür. Çünki bərabər yanlı üçbucaqdır. Tərəfləri tapdıq 24. İndi bucaqlara baxaq. Təpə bucağı 180 dərəcədir. 180'dən 60'ı çıxıram 120. Bölürəm 2'yə. Çünki bunlar bir-birinə bərabərdir. Oturacağı bitişik bucaqlar. Hər birinə yazıram 60 dərəcə. Buradan belə görürəm ki, bu üçbucaq ümumiyyətlə bərabər tərəfli üçbucaqdır. Yəni burada 24 olacaq. Tərəfləri hər biri 24. Bucaqları da olacaq 60 dərəcə. Hər birinə yazıram 60 dərəcə. Sonra keçirəm 10-cu tapşırığa. 10-cu tapşırıqda bizə deyir ki, KLM üçbucağının bucaqlarının dərəcə ölçülərini tapın. Baxırıq ki, bərabər yanlı olduğu üçün bura 2x-dırsa, burada olacaq 2x. Və burada qonşu bucaqlar var. 2x ilə 4x üstəgəl 60'ın cəmi bərabər olmalıdır 180'ə. 6x üstəgəl 60 bərabərdir 180 olarsa 6x bərabərdir 180 çıxılsın 60. Buradan 6x'i tapıram 120. X'i də tapmaq üçün 120'ni bölürəm 6'ya. X edəcək 20. X 20'dirsə bucaqların dərəcə ölçülərini istəyir. Onda 2x olan tərəf
bucaq olacaq 2 vur 20 40 dərəcə. Digəri də 2x-dir. Bu da 2 vur 20 olacaq 40 dərəcə. Yəni bu üç bucaqda K bucağı 40 dərəcədir. Burada 40 dərəcədir M bucağı. Yuxarıdakı təpəni tapmaq üçün 180-dən çıxacağam. 40 ilə 40-ın cəmini. O da edəcək 100 dərəcə. Burada yazıram 100. Olacaq 100, 40, yenə də 40. 3 dənə bucağın üçünü də yazdıq. Tapşırıq 11 ilə davam edirik. Deyir, tələb olunan bucaqların dərəcə ölçülərini tapın. Baxırıq ki, bura 40-dır, bura 70-dir. Onda biz bu üç bucağa diqqət etsək, baxın, buradakı bu üç bucağa diqqət etsək, AMS üç bucağına 180-dən çıxmalıyam 40 ilə 70-in cəmini, yəni 110-u, qalacaq 70 dərəcə. Bura olacaq 70 dərəcə. Sonra mənə deyir ki, deməli 70 bura. BAM üçbucağı AM tənböləndir. AM tənböləndirsə, onda baxın, buradakı bucaqdan biri 40-dırsa, bu biri də olmalıdır 40. Burada yazıram 40 dərəcə. Və buradakı bucağı tapmaq üçün, bunu bizdən istəmir. BAM. Baxın, BAM bucağı buradır, oldu 40 dərəcə, buraya yazıram 40. Sonra BAC-ni istəyir, yəni buranı bütövlükdə belə istəyir. Burada bütövlükdə olacaq 40 üstə gəl, 40-80 dərəcə. B variantına baxırıq, burada CL hündürlükdür, onda bura 90 dərəcə qoyuram. Əgər ora 90 dərəcədirsə, baxın, bu üç bucağa diqqət yetirsəz, burada düz bucaqlı üç bucaqdır da. Bir təpəsi B variantında, bir təpəsi 90-dır, bir təpəsi də 36-dır. Bunları toplayıram 126. 180-dən 126-nı çıxıram. O da edir 54 dərəcə. Demək, buranı mən tapıram 54 dərəcə. İndi məndən ESB bucağını istəyir. ESB buradır. Bura yazacağım 54 dərəcə. Sonra bizdən istəyir ASB bucağını. Bucaq ASB-ni də tapmaq üçün 54 ilə 28-i toplayacağım. Edəcək 72 dərəcə. Burada daha doğrusu 82 dərəcə. Burada yazacağım 82 dərəcə. C bəndinə baxırıq. C bəndində isə bizə deyir ki, BD mediandır. BD mediandırsa, düşdüyü tərəfi yarı bölür. Yəni, bura x-dırsa, burada olacaq x. Daha sonra deyir ki, BDA, BDA-nı tapın, buranı tapın. Tapaq. Bu üç bucağa diqqət yetirsək, baxın, bu üç bucağa diqqət yetirsək, 58-ləri toplayıram. 58 üstə gəl 58, 116 dərəcə. 180-dən 116-nı çıxmalıyam. Edəcək 64 dərəcə. Buranı tapıram 64 dərəcə. Əgər bura 64 dərəcədirsə, BDA-ya qeyd edirəm. Bura 64. Sonra məndən bir də ABC-ni istəyir. ABC. Yəni, ümumi buradakı bucağı istəyir bizdən. Bu bucağı tapmamızı. Onu tapmaq üçün isə hara diqqət yetirməliyiz? Baxın. Buradakı üç bucaqda görürsünüz, yan tərəflər bir-birinə bərabərdir. Onda bura x-dırsa, burada x olacaq. Digər tərəfdən eyni ilə bu biri üç bucaq da olacaq. Bərabər yanlı üç bucaq. Baxın, bu üç bucaq olacaq. Bərabər yanlı üç bucaq. Bura x, x. Yəni, buradakı bucaqlar bir-birinə bərabər olacaq. 64-ün buradan qonşusu olacaq 116. 180-dən 116-nı çıxacam. Edəcək 64. Böləcəm 2-yə. Edəcək 32. Bunların hər biri olacaq 32 dərəcə. İndi bizdən ümumilikdə buranı soruşur da, ABC bucağını. ABC-ni tapmaq üçün 58 ilə 32-ni toplayacağım. Olacaq 90 dərəcə. Burada yazıram 90. 12. 12-ci tapşırıqda bizə deyir ki, suallara cavab verin. A bəndində deyir ki, uyğun tərəfləri perpendikulyar olan iki bucağın cəmi 160 dərəcədir. Əgər uyğun tərəflər perpendikulyardırsa, ya eyni adlı bucaqlar əmələ gəlir, ya da müxtəlif adlı. Əgər müxtəlif adlı olsaydı, bunların cəmi 180 olardı. Əgər cəmi 160-dırsa, deməli bu eyni adlı bucaqlardır. Hər birini tapmaq üçün 160-ı bölürəm 2-yə, hər biri olacaq 80 dərəcə. Doğru cavab 80 dərəcə. B variantına baxırıq. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 20 dərəcə böyükdür. Birini alfa desək, o biri olacaq alfa üstəgəl 20. Demək, bunlar müxtəlif adlı bucaqlardır ki, biri alfadır, biri də alfa üstəgəl 20-dir. Müxtəlif adlı bucaqların cəmi alfa ilə alfa üstəgəl 20-ni cəmləyəndə mənə verməlidir 180 dərəcə. 2 alfa bərabərdir 180 çıxılsın 20, 2 alfa bərabərdir 160-a, alfa da bərabərdir 160-ı bölürəm
2-yə, hər biri olacaq 80 dərəcə. İkinci sualımızın cavabı bu bucaqlar neçə dərəcədir? Deməli, biri oldu 80 dərəcə, o biri də 80 üstəgəl 20 olacaq 100 dərəcə. Cavabımız 80 və 100. Daha sonra C bəndində bizə deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar 2 bölünsün 3 nisbətindədir. 2 üstəgəl 3 edir 5. Onda bunlar demək ki, müxtəlif adlı bucaqlardır ki, bunların nisbətləri də fərqlidir. Cəmi 180 imiş. 180-i bölürəm 5-ə, edəcək 36. Biri 2 idi, biri 3 nisbətində idi. 2-ni vururam 36-ya, 72. 3-ü vururam 36-ya, edəcək 108. Cavabımız olacaq 72 və 108 dərəcə. Davam edirik 13-cü tapşırıqla. 13-cü tapşırıqda bizə deyir ki, AD parçası ABC-nin, DY parçası isə ADC-nin tənböləndir. Baxın, ABC-nin tənböləni AD-dirsə, onda bura 60-dırsa, burada olacaq 60. Sonra deyir ki, DY parçası, baxın bu DY isə ADC-nin tənbölənidir. Yəni, buranda bərabər bölübdür. Alfa, alfa. Onda biz nə edəcəyik? Biz baxın, birinci baxırıq bu üçbucağa, deməli, bu üçbucağa baxırıq ABD üçbucağına. ABD üçbucağında 60 ilə 40-ın cəmi, iki daxili bucağın cəmi bərabərdir onlara qonşu olmayan bu bucağa. Alfa üstəgəl alfaya. 100 bərabərdir 2 alfaya, alfa da bərabərdir 100-ü bölürəm 2-yə, edəcək 50. Deməli, bunların hər biri 50 dərəcədir. Gətirib bura yazıram 50, 50. Burada yazıram 50, burada yazıram 50. İndi bizdən AYD bucağını istəyir. AYD bucağı buradır. Ortada E hərfi deyir də. Onda biz bu üç bucağı nəzər yetirəcəyik. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Onda 180-dən 50 ilə 60-ın cəmini çıxacam. Edəcək 180 çıxılsın 110 dərəcə, yəni 70 dərəcə. Burada oldu 70 dərəcə. Bizdən də həmin 70 dərəcəni istəyir. Davam edirik 14-cü tapşırıqla. Suallara cavab verin və cavabı əsaslandırın. A bəndində deyir ki, ABC bərabər tərəfli üçbucaqdır. A, B, C. A təpəsindən çəkilən median 12-dir. Bərabər tərəfli üçbucaqda median həm tənböləndir, həm də hündürlükdür. Onda burada 90 dərəcə əmələ gətiribdir. B təpəsindən çəkilən hündürlük deyir nə qədər olar? Demək ki, B təpəsindən çəkilən hündürlük də olacaq 12. Nəyə görə? Əgər üçbucaq bərabər tərəflidirsə, bərabər tərəfli üçbucağın medianlar bərabər olur bir-birinə. 3 dənə median var, üçü də bir-birinə bərabərdir. B təpəsindən çəkilən median da olacaq 12. Qeyd etdik 12. B variantına baxırıq. Oturacağı AC olan ABC üçbucağında oturacağı yazıram AC, təpəyə yazıram B. A təpəsindən çəkilən tənbölən üçbucaq bərabər yanlıdır və buradan tənbölən çəkilibdir. Tənbölən 5 cm-dir. C təpəsindən çəkilən tənbölənin uzunluğunu istəyir. C təpəsindən də bir dənə median çəkirəm. Bizdən bu median uzunluğunu istəyir. Əgər üçbucaq bərabər yanlıdırsa, bərabər yanlı üçbucaq olarsa, bərabər yanlı üçbucaqda yan tərəflərə çəkilən tənbölən, hündürlük, median hər biri bərabər olur. Yəni bura A1, C1 yazsaq, çəkilən tənbölənlər, bizdən tənbölən soruşur, yazaq tənbölənlər bir-birinə bərabər olur. Bərabər olur. Yəni, bunun da uzunluğu olacaq 5. Doğru cavab 5. Keçirik 15-ci tapşırığa. 15-ci tapşırıqda deyir ki, BAC bucağının tənböləni üzərindəki N nöqtəsindən bucağın tərəflərinə NB və NC perpendikulyar çəkilib. Baxaq A variantına. A variantında bizə deyir ki, BAN 20 dərəcədir. BAN, yəni A bucağı bura 20 dərəcədir. ANC-ni tapın. ANC buradır. Üçbucağın iki daxili bucağının cəmi, yəni baxın bu üçbucaqdan söhbət gedir. Üçbucağın iki daxili 90-dan 20-dir. Bərabərdir həmin o bucaq ANC, yəni onlara qonşu olmayan xarici bucağa. Buradan tapırıq ki, ANC 110 dərəcədir.
Daha sonra B variantına baxırıq. B variantında bizə deyir ki, ABC üçbucağı, ABN üçbucağı, ASN üçbucağı ilə kongruent olduğunu əsaslandırmaq olarmı? Deməli, ABN və ASN. ABN budur. ASN də buradır. Digəridir. Bunların kongruent olduğunu necə əsaslandıracağıq? Olar. Baxın. Deməli, bura 90, bura 90. Sonra bizə ən əvvəldə deyir ki, BAC-də tənbölən var da burada. Bu AN tənböləndir. Yəni, bura alfadısa, burada alfadır. Digər tərəfdən alfa, onda bura beta yazsaq, burada olacaq beta. Burada ortaqdır da. Bu AN hər ikisində ortaq tərəfdir. Yəni, kongruentdir ikisi üçün də. Üçbucaq ABN-də. Deməli, alfa, betadır bucaqlar. Həmin o alfa, beta olan tərəfə bucağına bitişik tərəfimizdə AN-dir. Eyni ilə üçbucaq ANC üçün də yaza bilərik ki, alfa ilə betadır iti bucaqları. Həmin tərəflərin də bitişik olduğu, bucaqların da bitişik olduğu tərəf AN-dir. Deməli, üçbucaq ABN kongruentdir. Üçbucaq ANC ilə fikrimizi əsaslandırdıq ki, bu bucaq tərəf xassəsinə əsasən, bucaq tərəf əlamətinə əsasən kongruentdir. C variantında da deyir ki, NB kongruentdir, NC olduğunu izah edin. Bundan əvvəlki B variantında biz dedik ki, bu üçbucaqlar kongruentdir. Kongruent olduqlarına görə burada alfanın qabağında NB, burada da alfanın qabağında NC dayanıbsa, deməli, həmin tərəflər bir-birinə bərabərdir. 16-cı tapşırığa baxırıq. Məktəb kinoteatrdan 350 metr, muzey isə kinoteatrdan 200 metr məsafədə yerləşir. Şəklə əsasən məktəbdən muzeyə qədər məsafə verilənlərdən hansı ola bilər? Verilənlərdən hansı ola bilər? Biz bir dəfə 350 ilə 200-ü çıxırıq, 150 edir. Bir dəfə də 350 ilə 200-ü toplayırıq, edir 550. Bu ola bilər 550 ilə 150-nin arasında. Yəni 550 ilə 150-nin arasında ola bilər. 150-dən böyük, 550-dən kiçik. Onda ola bilər 450 metr. Cavab olacaq 450 metr. 17-ci tapşırığa baxırıq. 17-ci tapşırıqda bizə deyir ki, AD parçası ABC üçbucağının hündürlüyüdür. AD hündürlükdür. Onda burada 90 dərəcə qoyuram. ABD 40 dərəcədir. ABD 40 dərəcədir. Bura 40 qoyuram. Onda burada baxın 90-dır. Bu üçbucağa diqqət yetirsək, burada düzbucaqlı üçbucaq var və bucaqları 90, 40-dır. Toplayıram, eləyir 130. 180-dən 130-u çıxıram, yerdə qalır 50. Yəni, bura olacaq 50. Bunu qeyd etdim. İndi bunu belə silirəm bu xətti. Bunu da buradan silək. Bizə deyir ki, DY ADB-nin tənbölənidir. DY, baxın bu tənböləndir. ADB-nin, yəni buranı bərabər bölübdür. Alfa. Orada ümumilikdə 90 idi, axı bu 90-ın qonşusuydu. 90-ı bölürəm 2-yə, eləyir 45. Deməli, alfa 45-dir. Gəlin bu 45-i silək. Bura alfanı silək, yazaq 45. Sonra deyir ki, DYA bucağını tap. DYA. Yəni, baxın, buranı istəyir sizdən. Onda biz bu üçbucağa nəzər yetirəcəyik. Bura bir x qoyuram. 180, belə yazıq. X üstəgəl 45, üstəgəl 50 bərabər olmalıdır 180-ə. X üstəgəl 95 bərabərdirsə 180-ə. X bərabərdir 180 çıxılsın 95. X də bərabərdir. Deməli, 5, burada qaldı 17, 17-dən 9 çıxıram 8, 85 dərəcə. Burada cavab olur 85 dərəcə. Daha sonra ən son 18-ci tapşırığa baxırıq. Kitabxanada 3 kitab, şkafın düzülüşünün planı verilib. 1 və 2 bucaqlar neçə dərəcə ola bilər? Verilən rəflər paralel yerləşər. Baxıram ki, deməli, bura paralel düz xəttlərdirsə, bura 50 dərəcədirsə, deməli, burada olacaq uyğun olaraq 50 dərəcə. 50-nin qonşusu da bucaq 1-dir. 180-dən çıxıram 50-ni, bucaq 1-i tapıram 130 dərəcə. Bucaq 1, 130 dərəcədir. Digər tərəfdən, bura bucaq 1,
Demək, burada bucaq 50 daxı uyğun olaraq burada 50-dir. Onda bucaq 50 ilə baxıram ki, bucaq 2 də uyğun bucaqlardır. Burada qonşu bucaqları idi. Qonşu. Burada isə bucaq 2 bərabərdir 50 dərəcəyə. Burada uyğun bucaqlardır. Uyğun bucaqlar. Deməli, bucaq 1 bərabərdir 130 dərəcə. Bucaq 2 bərabərdir 50 dərəcə. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.